Salam, biz baxacaq maddiyyatla bağlı məni nə gözləyir? Yaxın bir ay ərzində maddiyyatla bağlı vəziyyət necə olacaq? Gəlirlərim olacaqmı, olmayacaqmı? Əgər kimlərsə sadəcə maaşa baxır, onlar sadəcə nəzərdə tutsun ki, yəni problemsiz bir şəraitdə ödənişlərimi ala biləcəmmi? Əgər kimlərsə müştəri ilə işləyir, onda biz baxacaq görüm. Əlavə bir gəlir, nəsə. Necə bundan sonraki bir ay ərzində sizi maddiyyatla bağlı nə gözləyir? Maddi vəziyyət necə olacaq? 4 variant edeyim. Birinci variant. 2 3 ve 4. Maddi durumu necə olacaq? Maddi vəziyyətlə bağlı nələr gözlənilir? 4 variant. Qaşlarla və yaxud da belə də seçə bilərsiniz. Kimin üçün vaxt kifayət eləmirsə saxlasın. Biz başlayaq birinci variantla. Maddi vəziyyət necə olacaq? Nə gözləyir? Artıq biz birinci variant seçəndə deyə bilərik ki, hal-hazırda sizin üçün çox da razı deyirsiniz, çox da qənaətbəxş hesab olunmur maddi vəziyyətiniz. Bəs necə olacaq maddiyyatla bağlı vəziyyət? Maddiyyatla bağlı vəziyyət necə olacaq? Kimsə dəstək gözləyir, bəlkə kimlərsə kömək gözləyir, bilmirəm. Mən başqa sual verirəm, burada maddiyyatla bağlı olur, belə biz başqa sual veririk, başqa şey üçün cavab gəlir. Nəsə təzə bir münasibət gələcək sizin həyatınızda və ola bilər ki, siz ondan nəsə bir maddi köməkli dəstək gözləyəcəksiniz. Çünki görünür ki, özünüzdə sıxıntılar var, Bəs maddiyyat necə olacaq, maddi vəziyyət? Əslində burada iş görünür, yəni sizin var nəsə, gəlirlər də, belə deyim, düzdür, aktiv vəziyyətdə deyil, gözləntiləriniz var. Bəlkə iş qurmağa çalışırsınız, bəlkə nə bir işə düzəlməyə çalışırsınız. Nəsə burada bir iş məsələsi var. Bəs maddi vəziyyət necə olacaq bir ayda? Önümüzdəki bir ay ərzində maddi durumla bağlı nə gözləyir? Biraz sıxıntılar görünür. Burada əlbəttə ki, hal-hazırda artıq var. Amma siz bir müddət bunları ötürməlisiniz. Elə bil ki, bu period onsuz da keçməlidir. Bir ay ərzində belə deyim, böyük bir nəticə gözləməyin. Böyük bir nəticə, böyük bir uğur gözləməyin. Bəlkə ayın sonu, gələn aydan yavaş-yavaş, yəni birdən-birə niyəsə çıxmır da burada. Açıq deyəcəm, yəni böyük bir perspektiv görünmür burada. Maddiyyatla bağlı ki, siz bu ay ərzində böyük pullar qazanacaqsınız. Yox, belə vəziyyət deyil. Bəs yaxşı, ümumiyyətcə baxaq bu ay olmasın. Növbəti aylarda maddiyyatla bağlı vəziyyəti necə olacaq növbəti aylarda? Sizə pul gələcək, yəni deyirəm. Ola bilər ki, bu sadəcə bir maaşdır, ola bilər ki, nəsə pul gələcək, ümumiyyətcə pulsuz qalmayacaqsınız, amma böyük bir qazanclar falan görsənmir, burada görünmür. Birinci variantı seçənlər. Siz başqa vaxt yenə baxın bu açılıma və yaxud digər başqa açılımlara. Çünki maddi vəziyyətlə bağlı birinci variantı seçənlər üçün mən böyük bir belə deyim, uğur, perspektiv görmürəm. Nəsə gözləntilər, gözləmələr falan, belə bir şey.
İkinci varianta keçirik. Bir ay ərzində maddi vəziyyətlə bağlı necə olacaq, nələr gözlənir? Maddiyat. Sizin nəsə qorxunuz varsa, əgər hal-hazırda çox adam baxır, baxanlar kimlərdə belə vəziyyət varsa, o götürsün bunu özünə uyğun variant kimi. Əgər iş yerində özünüzdən vəzifəcə böyük və yaxud da sizin bir üstünüzlə hər hansı bir probleminiz varsa, buna görə narahat olmayın, çünki həll olacaq. Bəli, həll olacaq. Problemdə bir ay ərzində maddiyatla bağlı vəziyyət necə olacaq? Maddiyatla bağlı vəziyyət necə olacaq? Yaxşı olacaq. Yaxşı olacaq, sizə pul gəlir, bilmirəm hardan gəlir, çox adam baxır. Razı qalacağınız bir məbləğ, bir qruplu pul. Ola bilər ki, sizin rəhbərliyi ilə bağlı hal-hazırda münasibətlər pisdir, problemlər var. Fikirləşirsiniz necə olacaq, qətiyyən narahat olmayın, hər şey yaxşı olacaq. Yəni, bu ay sonuna qədər sizin əlinizdə bir miqdar pul olmalıdır. Bu görünür. Keçirik üçüncü varianta. Bir ay ərzində maddiyatla bağlı vəziyyət necə olacaq? Tamam. Siz çox xərcləyirsiniz, ha? Çox xərcləyirsiniz. Çox xərcləyirsiniz, qorxu da yoxdur. Mən onu həll eləyəcəm, öhdəsindən gələcəm. Necə olacaq maddiyatla bağlı vəziyyət? Mən sizə belə deyim, mən böyük bir sıxıntı görmürəm, amma ki, siz dəhşət çox xərcləyirsiniz və belə deyim də, loru dildə desək, ağına, bozuna baxmadan xərcləyirsiniz və qorxmursunuz ki, mən bunu qaytara bilərəm, bilmərəm. Onsuz da həll olacaq, onsuz da belə olacaq. Amma biraz belə deyim də, ehtiyatlı olun, çünki narahat qalacaqsınız. Düzü, bu vəziyyətdən çıxacaqsınız hal-hazırda. Narahat olmayın, həqiqətən də narahat olmayın. Siz yolunu tapacaqsınız, həqiqətən bu vəziyyətdən çıxacaqsınız. Hal-hazırda görünür ki, sizdə pul var və siz elə xərcləyirsiniz gələcəkdən qorxmadan və onsuz da yenə gələcək sizə pul. Yəni, qorxmayın, narahat olmayın. Ən azından bir aya kimi mən bunu bilə bilərəm. Sizə keçirik dördüncü varianta. Dördüncü variantı seçənlər ya işsizdir, ya işdən çıxıb olmayacaq, ya da belə bir şey görünür. Tak. Necə olacaq? Əgər siz işdən çıxmazsınız, hal-hazırda işsizsiniz və ya çıxmamısınız, ümumiyyətcə onsuz da işsiziz, narahat olmayın, sizə yaxşı, yeni bir iş gəlir, yeni bir başlanğıc gəlir. Bu nə idi? Yaxşı başlamışdıq. Ola bilər ki, yubadırlar biraz da. Kimsə nəsə söz verib yubadır sizi də. Siz də gözləyirsiniz ki, alındı, alınmadı, necə alınacaq, alınmayacaq. Bununla bağlı əsəb gərginliyi görünür. Əsəbi olacaqsınız siz biraz. Başa düşdüm mən də. Ola bilər siz hal-hazırda işsizsiniz və sizə kimsə nəsə söz verib gözləntidəsiniz. Onunla bağlı biraz əsəb görünür sizə. Çünki elə bir ki, uzanacaq bu iş alınır. Bəs alınacaq mı? Ümumiyyətcə söz verdikləri iş. Alınacaq mı söz verdikləri iş? Yox, elə bir ki,
Çox müddət keçməlidir, yəni tez bazar yox. Çox müddət keçməlidir və siz mütləq bir nəsə iş tapacaqsınız, işsiz qalmayacaqsınız. Amma biraz əsəb gərginliyi görünür, sizi göz edəcəklər elə belə ki. Kommentlərinizi yazın mövzu ilə bağlı və yaxud da kimə hansı mövzu maraqlıdır, hansı mövzularda açılımlar istəyərdiniz. Təşəkkür edirəm izlədiyinizə görə. Çox sağ olun.